Ofelia William Shakespeare'in Hamlet tragediyasında deməli yan obraz deyə biləcəyimiz bir obrazdır. Çünki hekayə əsasən Hamletin hekayəsidir. Hamletin dəliliyi və yaxud da ki o şübhəli dəliliyi. Çünki oxucu olaraq da aydınlaşdıra bilmirik onun dəliliyi gerçəkdir yoxsa yalandır. Ofelia isə yan obraz deyə biləcəyimiz bir obrazdır. Və bir film izlədim, adı Ofelia idi. Shakespeare'in Hamlet əsərindəki Ofelia'nın hekayəsini tamamilə Ofelia'nın gözündən bizə göstərirdi. Yəni alternativ, o hekayənin alternativini göstərir. Bu filmdə bu janrı, bu üslubu ümumilikdə dəhşət çox sevirəm. Çünki hekayəni qadın öz dilindən danışır və deyir ki, sizə mənim haqqımda danışılan hekayə bu idi. İndi isə mənim özümdən hekayəni dinləyin. Mənim hekayəmin əslində tamamilə fərqli olduğunu görəcəksiniz. Deməli, filmin başlanğıcı, hansı ki Ofelia'nın rəsmi var, çox məşhur bir rəsmi var. Gül, çiçəklər içərisində yatır, suyun üzərində dayanıb, amma anlayırıq ki, o paltarları nəm olandan sonra suyun altına çökəcək və güllər də özü kimi yaxın zamanda solacaq, bədəni solacaq. Amma eyni zamanda da bir ölüm rəsmi izləyərkən necə olmalıyıq? Biz kədərlənməliyik, qorxu duymalıyıq. Amma Ofelia'nın təsvirində daha çox o rənglər, o gül çiçəklər bizi özünə valeh eləyir. Yəni ölümə bir növ aşiq oluruq. Çox gözəl, hətta bir dənə belə real foto var idi. İntihar eləyən qadının tarixin ən gözəl intiharı olaraq onun fotosunu çəkmişlər. Sanki yuxuda yatırmış kimi təsvir edilmişdi. Ofelia'nın hekayəsi də intihardırmı, cinayətdirmi? Bu özü də sual altındadır. Hamletdən daha sonra video çəkəcəm deyə Ofelia'nın bu filminə filmə başlamaq istəyirəm. Dediyim kimi filmin başlanğıcında Ofelia'nı o rəsmdə çox dünyada ən məşhur rəsmlərdən birisi təsvir edilmiş kimi görürük. Ofelia suda ölübdür, üstündə gül çiçəklər və bizə deyir ki, mənim hekayəmi ən əvvəldən izləməyə başlayın. Və uşaqlığından bizə danışır bu filmdə. Uşaqlıqda o oğlan uşağı kimi böyüyürdü. Çox çalı quşunda da bu var idi. Çox hiperaktiv deyərdim ki, olur uşaq. Daha sonra isə sakin, məyus, belə bədbəxt bir qadın obrazına çevrilir. O enerjisi, qız neşəsi alınır cəmiyyət tərəfindən ondan və sonra da məsələn bizim toplumda da qadınlara bu çox deyilir ki, tutalım Avropa qadınları gülərüzdür, mehribandırlar və yaxud da ki Rus qadınları, amma Azərbaycan qadınları elədir, belədir. Çünki Azərbaycan qadını elə olmayıb, cəmiyyət onu qara qabaq, negativ bir fərdə çevrilibdir. Və burada da ilk başlarda Ofelia'nı əyləncəli uşaqlığını görürük ki, nə qədər enerjik və fərqli bir uşaqdır. Hansı ki, kraliça da, yəni Hamletin anası da onu öz yanına götürür və tərbiyəsi ilə birbaşa, yəni öz himayəsini alaraq özü məşğul olur. Daha sonraki səhnələrdə Ofelia'nın böyüdüyünü görürük. Onlar Hamletlə sevgi yaşayırlar. Hamletin ona diqqəti var, amma bir tərəfdən də deməli Hamlet daha sonra atasının ölümünü görür. Çünki bu filmdə də Hamletin anasının əmisi ilə münasibətini görürük. Onlar birlikdə qərarlaşdırırlar, kralı öldürürlər və əmisi kralın yerinə keçir. Yəni Hamletin atasının yerinə keçir. Bu yerdə təbii ki, o dönəmdə krallıq irsi idi, keçici idi deyə atadan oğula. Əslində Hamletin özünün yeri olur. Yəni bir növ Hamletin gücünü almış olur və Hamlet bundan sonra dediyim kimi hekayədə dəli olur, bu intiqam dalınca keçir və Ofelia isə filmdə yeganə obrazdır ki, hər şeyin şahidi olur. Yəni Hamletin dəliliyini və yaxud da gözünü dəliyə vurmuşdu, bunun şahidi olur. Kraliçanın elədiyi cinayəti, kralı öldürdükləri səhnənin şahidi olur. Hamlet necə ki, qeyri-müəyyənlikdən, şübhədən, məsələn, to be or not to be olmaq və yaxud da olmamaq deyirdi. Yəni o qeyri-müəyyənlik onu dəli eləyirdi, bilgisizlik dəli eləyirdi.
Burada da Ofeliyanı da dəli eləyən, hər şeyi bilmək, hər şeyi görmək idi. Çünki o eyni zamanda Hamletin hekayəsini görmüşdü, şahidi olmuşdu. Kraliçanın hekayəsinin şahidi olmuşdu, cinayəti görmüşdü. Atası da hekayədə Hamlet deməli tragediyasında da atası onun hisslərini bir növ manipulyasiya eləyirdi. Və hər şeyə şahid olandan sonra onun dönüşümünü görürük. O ilk başlarda bir cadugarın yanına gedir. Çünki kraliça çirkin özünü hiss edir. Burada bu arada bunu da görürük. Qadınların ən böyük gücünün görünüş olduğu, gözəllik olduğunu da görürük. Çünki filmdə bir rəsmi təsvir eləyəndə Hamlet bilmədən anasını təhqir eləmiş olur. Çünki deyir ki, əslində gözəllik, gənc qız, gözəllik deyəndə gənc qız gəlir ağlımıza, amma buradakı yaşlı qadındır. Sonra ona deyirlər ki, əslində o kraliçanın təsviridir və o belə narsizcəsinə Hamletin anası gözəllik qayğısı içərisindədir, dəyər görmür deyə və cadugarın yanına göndərir Ofeliyanı. Yəni Ofeliya bir növ buna da şahid olur. Cadugarın hekayəsini isə dinləyəndə anlayırıq ki, bu bizim orta əsrlərdəki cadugar ovu dediyimiz dönəmlərdən bəhs edir. Cadugarın da hekayəsi sadəcə bir adam sevib və daha sonra ondan övlad dünyaya gətiribdir. Amma cəmiyyət onu qəbul eləməyib, lənətləyibdir, kənarlaşdırılıbdır və o tək başına həm fikir verdinizsə, yəni bu qadınların şəfacı bir gücü olur. İnsanlar şəfa dağıdırlar, xəstəliklərin çarəsini tapırlar və insanlar bu xəstəliklərin necə çarə tapdıqlarını bilmədikləri üçün o qadınları cadugar adlandırdı. Yəni bilən qadına, bilgili qadına, günümüzdə də məsələn feministlərə də münasibətlərdə görə bilərik ki, həmişə bilən qadına nifrət var cəmiyyətdə, kənarlaşdırılır, qəbul edilmir. Cadugar adlandırır, pis, çirkin olaraq təsvir edilir. Yəni buradakı bu qadının da özəlliyi birincisi sevmək və bir kişiyə inanmaq idi. İkincisi də ki, bu şəfalı gücləri olmasaydı, bitkilərlə müxtəlif şəfalar eləyirdi. Məsələn, kraliçanı gözəlləşdirirdi, gənclik iksiri ona hazırlayırdı. Ofeliya isə bu iksiri cadugardan alıb kraliçaya aparırdı və filmin sonlarında biz anlayırıq ki, əslində bu cadugar özü elə kraliçanın bacısıdır. Onun uşağını, yəni öldürən də elə kralın özüdür. Yəni Hamletin əmisi, hansı ki atasını öldürmüşdü, həmin adamdır. Və bu filmdə dediyim kimi cadugar obrazı nəyə görə önəmlidir? Çünki Ofeliya özü də bu cadugar sayəsində həyatda qalacaq. Bizə tragediyanın özündə göstərirlər ki, Ofeliya dəli oldu və daha sonra öldü. Amma filmdə biz görürük ki, o cadugarı necə ki öldürmək istəyəndə cadugar bir iksir içir, dərman içir və ölü kimi olur. Yəni bir növ komaya girəndə necə ki ayırd eləyə bilmirik, heç bir simptom olmur həyatla bağlı, ölüdən fərqi olmur. Yəni elə bir iksir içərək cadugar özünü ölüyə vurur. İnsanlar onu tullayandan sonra o gedir bir kənarda diskriminasiya olunmuş şəkildə meşənin ortasında özünə yer tapır və yaşayır və bu iksiri də Ofeliya vermiş olur. Ofeliya da eyni hərəkəti eləyir əslində. Hekayəsində danışır ki, mən əslində ölməmişdim. Mən əslində o cadugar kimi o iksiri içdim. İnsanlar məni qovalayanda, öldürmək istəyəndə özünü ölülüyə vurur. Daha sonra filmdə də səhnədə göstərir ki, orada anatomiya ilə məşğul olan Ofeliyanın qardaşının dostu olur bir adam var. İlk başlarda Ofeliya ona deyir ki, mən öləndən sonra, deyir məsələn bu bədənləri hardan tapırsan? Anatomiya öyrənir o bədənlərin üstündə. Deyir, qəbirləri qazıram, qəbirlərdən o cəsədləri çıxardıb onların üstünə təcrübə aparıram. Və Ofeliya ilk başda ona deyirdi ki, mənim cəsədimdən öləndən sonra uzaq dur. Amma burada artıq ölməzdən öncə, hansı ki artıq dəli olmuşdu, adamlara çiçək paylayır. Bu arada o çiçəklərin hər birinin bir simvolu var. Məsələn, rozmarin paylayırdı. Rozmarin sədaqət, məni unutma, unudulmamaq istəyidir və o onu tutan Hamletə verirdi. Və bütün əslində kraliçaya verdiyi çiçəyin, krala verdiyi çiçəyin hər birinin bir mənası olur, rəmzi olur. Və o səhnədən sonra orada gülləri paylayanda o anatomiya ilə məşğul olan adama da deyir ki, mən öləndən sonra
cəsədimi araşdır. Çox əmin edirəm ki, çox maraqlı şeylər tapacaqsan. Və burdan da anlayırıq ki, demək istədiyi başqa bir şey var həmin adamı. Və Ofeliyanı dəfn eləyirlər, kraliçə ağlayır və s. Dəfn eləyəndən sonra bir də baxırıq ki, hekayə burada bitməyib. Alternativ hekayədə o anatomiya ilə məşğul olan dostu Ofeliyanın qəbrini açır və onu oradan çıxardır. Yəni o özün iksir içərək ölüyə vurmuşdu. Hekayənin davamında isə saçlarını kəsir, tanınmasın deyə və yenidən saraya qayıdır. Orada Hamletlə qarşılaşırlar və Hamletə deyir ki, sən mənə söz vermişdin ki, biz birlikdə olacağıq, qaçaq, gedək həyatımızı quraq. Deməli, Hamlet də deyir ki, yox, intiqamı seçir. Yəni deyir, mən intiqam almağa da söz vermişdim. Yəni Ofeliya bir növ Hamlet onu dəli eləmişdi və yaxud da ki, əsərin orijinalında cəmiyyət, atası, hər kəs onu sui-istismar eləmişdi. Amma burada Ofeliya Hamlet öz intiqamını seçəndən sonra çıxır, oradan uzaqlaşır, gəmi ilə yeni bir başlanğıca addım atır. Yəni Ofeliya əslində ölməmiş olur. Bir növ filmin deməli tragediyaya feminist baxışını göstərə bilərik. Yəni Ofeliyanı cəmiyyət öldürə bilmədi. Əksinə Ofeliya onları aldatdı və özünə yeni bir başlanğıc qurdu. İnsanların bugünə qədər bilmədiyi, hekayənin bu tərəfini bilmədiyi bir başlanğıc qurdu. Feminist aspektdən film çəkildiyi üçün də özəlliklə dəyərləndirdim. Çünki Meduzanın hekayəsində də danışmışdım. Məsəl üçün, Meduzanın hekayəsi Yunan mifologiyasında ən məşhur bilirik ki, mifoloji obrazdır. Sırf təcavüz edilmişdi deyə, yəni əslində qurban idi, amma onu Atinada sürgün eləyirdi. Qadının düşmanlığı fonunda və yaxud da ki, qadının gözəlliyini qısqanması mifologiyası idi, belə arxetipi idi burada. Qəsrə həm cəzalandırırlar, saçlarını ilana, qorxunc bir obraza döndərirlər. Amma daha sonra modern bir heykəltaraş, dediyim kimi o Avstraliyalı heykəltaraş nə eləmişdi? Deməli, ona təcavüz edən Poseidonun başını kəsmişdi. Yəni Poseidon Meduzanın başını kəsmir. Çünki mifologiyanın orijinalında Atina Poseidonu göndərir və Poseidonu göndərmir, Poseidon təcavüz edən olur. Bir obrazdır orada, mesela yadımdan çıxdı, onu göndərir və Meduzanın başını kəsdir. Yəni təcavüz edildiyi üçün cəzalandırır və daha sonra diskriminasiya edilir. Yəni Medusa bir növ cəmiyyətdə təcavüz görmüş qadınların simvoluydu. Çünki qurbandılar, zərər çəkəndilər, amma bir tərəfdən də cəmiyyət onları təcrid eləyir və cəzalandırır. Amma modern versiyada feminist aspektdən Medusa ona təcavüz edən Poseidonun başını kəsirdi. Yəni heykəli mifologiyanı tamamilə dəyişmişdi. Bu Ofeliyada yeni bir feminist baxış deyərdim. Cəmiyyət əsərin orijinalında Ofeliyanı məhv eləmişdi, amma yeni bir alternativ baxışda biz anlayırıq ki, xeyr, cəmiyyət Ofeliyanı məhv eləyə bilməmişdi. Ofeliya həyatda qalmışdı və özünə bütün bu tragediya, bu kral ölür, kraliçə ölür, Hamlet ölür, amma Ofeliya özünə yeni bir başlanğıc çəkir. Bu səbəbdən yəni filmi çox bəyəndim, vizual olaraq da xoşuma gəlmişdi. Alternativ baxış izləməyi sevənlər üçün düşünürəm ki, çox qəşəng bir film idi. Özəlliklə də feminist aspektdən dəyərləndirildiyi üçün.